19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi hərəkatın meydana gəlməsində, milli mənlik şuurunun oyanmasında mütərəqqi ziyalılarımız aparıcı rol oynadılar. Həmin dövrdə Azərbaycanın görkəmli ziyalılarından olan Həsən bəy Zərdabi bir maarifçi kimi Azərbaycanın sosial-iqtisadi və mədəni geriliyinin əsas səbəbini elm və mədəniyyətin, dünyəvi təhsil ocaqlarının azlığı, despotizm və dini fanatizmin geniş şəkildə yayılmasında görüldü. Bu səbəblə o xalqın maariflənməsi üçün milli mətbuatın yaradılmasını ən vacib amillərdən sayırdı. Ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy qəzet çap etmək üçün hökumətə müraciət etmişdi. Bununla əlaqədar o İstanbuldan mətbuat üçün avadanlıqlar, hürufat gətirmiş və nəhayət xeyli zəhmətdən, əzab-əziyyətdən sonra Əkinçi qəzetinin ilk nömrəsi 1875-ci il iyulun 22-sində işıq üzü görmüşdü. Bakıda qubernator mətbəəsində Azərbaycan dilində nəşr olunan bu qəzet bütün Qafqazda geniş əks-səda doğurdu. Böyük maarifçi demokrat Həsən bəy Zərdabi min bir əziyyətdən sonra nəşrinə icazə aldığı qəzetin adını Əkinçi qoysa da, o senzura və dini xurafatın təqiblərindən yayınıb, cəmiyyətin problemlərindən də bəhs edirdi. Həsən bəy Zərdabi Əkinçi qəzetinin səhifələrində ilk növbədə dünyəvi təhsilin təbliği sahəsində fəal iş aparırdı. Bu müddət ərzində o doğma xalqının sosial və mənəvi dirçəlişi üçün yorulmadan çalışırdı. Mirzə Fətəli Axundovun maarifçi ideyalarını daha da inkişaf etdirən Həsən bəy, xalqa demokratik azadlıqlar verilməsini tələb edir, əsrin əvvəllərində intişar etməkdə olan sosial demokratiya ideyalarını mətbuat vasitəsilə dəstəkləyirdi. Zərdabi özünün sosial-iqtisadi və mədəni maarif mövzularında yazdığı bir sıra məqalələrdə Azərbaycan kəndində kənd təsərrüfatının inkişafını ləngidən feodal qaydalarına qarşı çıxış edir, çarizmin müstəmləkəçilik siyasətini kəskin tənqid edirdi. O qəzetin təkcə naşiri və redaktoru deyil, həm də onun korrektoru və mürəttibi kimi çalışırdı. (1875-ci ildə nəşrə başlayan Əkinçi qəzetinin 56 nömrəsi çapdan çıxdı. Zərdabi ilk dövrlərdə geniş kütlələrin Əkinçiyə marağını artırmaq üçün hətta qəzetin pulsuz yayılmasına da cəhd elədi. Yetər ki, qəzet oxunsun, insanlar dünyada baş verənlərdən xəbərdar olsunlar. Müsəlmanlar arasında Avropa təhsili alan ilk Azərbaycanlı Həsən bəy Zərdabi nəşr etdiyi Əkinçi qəzeti ilə ana dilinin saflığı uğrunda yorulmadan mübarizə aparırdı. Yandırdığı maarif məşəlini ömrünün sonunadək əlindən yerə qoymayan böyük naşir, qəlbinin hərarətini, gözünün nurunu bu müqəddəs amalın gerçəkləşməsinə həsr etdi. Hələ sağlığında özünün maarifçilik ideyalarının gerçəkləşməsinin simvolu olan Azərbaycan ziyalılarının böyük ordusunu görmək sevincini də yaşamağa nail oldu. Həsən bəy Zərdabi tədricən Əkinçinin ətrafında ziyalılar və təhsil alan gənclərdən ibarət kifayət qədər böyük bir fəallıq qrupunu birləşdirdi. Seyid Əzim Şirvani, Nəcəb bəy Vəzirov, Mirzə Fətəli Axundov, Moskvada Petrovski Kənd Təsərrüfatı Akademiyasında ali təhsil almış Əsgər Ağa Gorani, Hacı Məmməd Sadıq və başqaları qəzetlə fəal əməkdaşlıq edirdilər. Cənubi Qafqaz və Dağıstan şəhərlərində, İranda qəzetin müxbirləri var idi. Həsən bəy Zərdabi o zaman Peterburq, Moskva, Tiflis, İrəvan və Gəncədə,
Habelə digər yerlərdə işləyən Azərbaycanlı, Gürcü, Rus dostları ilə geniş əlaqələr saxlayırdı. Qəzetin nəşri bütün müsəlman şərqi üçün böyük əhəmiyyət daşıyırdı. Əkinçi beynəlxalq əks-səda doğurdu. Bu qəzet bütün şərq dünyasının Avropa üslubunda nəşr olunmuş birinci mətbu orqanı idi. Əkinçi qəzetinin nəşri xalqımızın mədəni tərəqqisində irəliyə doğru atılan mühüm bir addım idi. Həsən bəy Zərdabi qəzetin vəzifələrindən bəhs edərək onun ilk nömrəsində yazırdı. Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun. Yəni o vilayətin sakinləri elədiyi işlər, onlara lazım olan şeylər, xülasə, onların hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə baxan xalqı aynada görən kimi görsün. Əkinçi mütərəqqi maarifçi, demokratik ideyaları təbliğ edir, möfhumata, cəhalətə qarşı çıxır, Azərbaycan gerçəkliyinin zəruri problemlərini qaldırırdı. Qəzet sosial-iqtisadi qaydaları aradan qaldırmaq və azadlığa çıxmaq üçün xalq kütlələrinin maariflənməsi ideyasını müdafiə edirdi. O, təhsil və tərbiyə məsələlərinə xüsusi əhəmiyyət verir, məktəblərdə yeni təlim və tərbiyə üsullarının tətbiq edilməsinə tərəfdar çıxırdı. Əkinçi, Azərbaycanda təhsilin zəruriliyini irəli sürən ilk Azərbaycan qəzeti idi. Həsən bəy Zərdabi həyatının 40 ilindən çoxunu yorulmadan, usanmadan doğma xalqının maariflənməsi, mədəni xalqlar səviyyəsinə yüksəlməsi, ana dilində çağdaş dünyəvi təhsil ocaqlarının yaradılması, milli ziyalıların yetişdirilməsi işini həsr etdi. Maarifdən, elmdən məhrum olan xalq işıqdan məhrumdur deyən bu böyük maarifçi, inkişaf etmiş millətlər arasında doğma millətinin də imzasını görmək arzusu ilə öz ürəyini məşəl edib, xalqının elm, maarif, təhsil yolunu işıqlandırdı. XIX əsrin sonlarında Azərbaycan məktəbinin proqramı, maddi bazasının yaradılması üsulları, müəllim kadrlarının hazırlanması, ana dilində dərsliklərin tərtib edilməsi məsələləri Əkinçi qəzetinin səhifələrində öz əksini tapırdı. Bu aktual məsələlərin müzakirəsində Mirzə Fətəli Axundov və Həsən bəy Zərdabi ilə yanaşı, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri də yaxından iştirak edirdilər. Həsən bəy Zərdabinin redaktorluğu ilə Əkinçi, Cənubi Qafqaz xalqları arasında çoxəsrlik əlaqələrin möhkəmləndirilməsi ideyalarının qızğın təbliğatçısı kimi çıxış edir və bu xalqların daha da yaxınlaşmasına səy göstərirdi. İlk mətbu orqan kimi Əkinçi təsərrüfat həyatı, əkinçilik məsələləri ilə yanaşı, cəmiyyətin inkişafı üçün yeni demokratik tələblər də irəli sürürdü. Azərbaycanın böyük dramaturqu Nəcəf bəy Vəzirov şairləri müasir həyatdan yazmağa, xalqı cəhalət və qəflət yuxusundan ayıltmağa, müasir ruhda tərbiyə etməyə çağırırdı. Müasirləri böyük Azərbaycan ziyalısı və müəllimi, milli mətbuat və teatrımızın banisi, vətənimizdə qadın təhsilinin ilk carçılarından biri olan Həsən bəy Zərdabinin millət yolundakı tarixi xidmətlərini yüksək qiymətləndirərək, onu Qafqaz müsəlmanlarının atası, Zaqafqaziya müsəlmanları ziyalılarının müəllimi adlandırırdılar. Əkinçinin demokratik ideyaları bəzi mürtəci ruhanilər və çar məmurları tərəfindən narahatlıqla qarşılanırdı. Qaragürükçülər ona qarşı mübarizəyə qalxdılar. Nəticədə 1877-ci ilin əvvəllərində qəzetin abunəçilərinin sayı 300 nəfərə indi.
Bunlardan da 150'si kənd yerlərində yaşayırdı. (1877-78-ci illər Rusiya-Türkiyə müharibəsinin başlanması ilə Çar senzurası qəzetdə siyasi xarakterli məsələlərə toxunmağı qadağan etdi. Daha sonra hökumət 1877-ci ilin sentyabrında qəzetin nəşrinin dayandırılması ilə bağlı fərman verdi. 1877-ci il sentyabrın 29-da Əkinçi öz nəşrini dayandırmağa məcbur oldu. Azərbaycan milli mətbuatının ilk qaranquşu olan Əkinçi az yaşasa da, xalqın milli ruhda tərbiyə olunmasında böyük rol oynadı. Maarifçi və demokratik ideyaların carçısı olan Əkinçi qəzeti Azərbaycanda realist ədəbiyyatın inkişafında müstəsna xidmətlər göstərdi. Əkinçi, Azərbaycanda mütərəqqi ictimai fikrin və Azərbaycan mədəniyyətinin inkişafında mühüm mərhələ oldu. O, qısa müddət ərzində ən qabaqcıl ziyalıları öz ətrafında birləşdirdi və Azərbaycan xalqının həyatına müsbət təsir göstərərək geniş kütlələri mütərəqqi dəyişikliklər uğrunda mübarizəyə səslədi. (1879-cu ildən etibarən Həsən bəy doğma kəndi Zərdabda yaşamağa başladı. O, kənd təsərrüfatı sahəsində kəndlilərə yaxşı məsləhətlər verir, yerli əhaliyə öz maarifpərvər, demokratik ideyalarını çatdırmağa çalışırdı. Bakıdan kənarda yaşamasına baxmayaraq, o mətbuatda yenə də fəal iştirak edir, Ziya, Kəşkül, Kaspi və digər qəzetlərdə məqalələr nəşr etdirirdi. Həsən bəy Zərdabi senzura təqiblərinə baxmayaraq, müsəlman aləmində qadının hüquqsuz vəziyyətini mətbuat vasitəsilə bəyan etməyə çalışırdı. Cəmiyyətdə qadın hüquqları ilə bağlı problemləri ustalıqla dilə gətirən Həsən bəy yazırdı. Osmanlı dövləti ki, qeyri-İslam dövlətlərindən Avropa əhlinə yavuqdur, bu səbəblə bir neçə ildir ki, nizam-ı külliyə qoyub məktəbxanalar bina edir. O məktəbxanalarda ancaq kişilər oxuyur, qadınlar elmdən bixəbərdir. Tərbiyənin binası isə ana ilədir, uşağı ana tərbiyə edir. (19-cu əsrin sonlarında Bakıda getdikcə güclənən maarifçilik hərəkatı, yeni tipli məktəblərin açılması və Azərbaycanlı qızların təhsilini tarixi zərurətə çevirdi. Əvvəlcə Bakıda, 1885-ci ildən sonra isə Gəncədə qızlar məktəbi fəaliyyətə başlasa da, bu məktəblərdə təhsil alan Azərbaycanlı qızların sayı məhdud idi. Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikovanın Azərbaycanlı qızlar üçün məktəb açmaq təşəbbüsü 1895-ci ildə reallaşdı və Firidun bəy Köçərlinin yazdığı kimi, o bu sahədə yeni bir epoxanın başlanğıcını qoydu. Hənifə xanım Həsən bəy Zərdabinin tək həyat yoldaşı yox, həm də ona mübarizə yoldaşı idi.
Əkinçi qəzetinin nəşrində Hənifə xanım da Həsən bəylə birlikdə böyük işlər görürdü. Hələ Zərdabda yaşadıkları dövrdə onlar öz evlərində pulsuz məktəblər açdılar. Təqib və təzyiqlərə baxmayaraq, heç bir təmənna güdmədən, heç kimdən mədət ummadan Azərbaycan balalarına elm, savad öyrətdilər. Azərbaycan qadınlarının maariflənməsinə xüsusi əhəmiyyət verən Həsən bəy Zərdabi 1901-ci ildə Bakıda Azərbaycanlı qızlar üçün seminariyanın açılmasına nail oldu. Gündəlik həyatında və işində xalqına sıx bağlı olan bu böyük ədib uşaqları və yeniyetmələri elmə, mədəniyyətə, maarifə həvəsləndirirdi. Apardığı təbliğatın köməyi ilə az bir zamanda Bakıda gimnaziyada oxuyan tələbələrin sayı xeyli çoxaldı. Həsən bəy Zərdabi ömrünün son günlərində belə uğrunda çalışdığı müqəddəs amalı, millətinin maariflənməsi işini öz şəxsi həyatından uca tutaraq belə bir vəsiyyət eləmişdir. Sizdən xahiş edirəm, mənim üçün təntənəli dəfn mərasimi düzəltmin. Məni çox sadə dəfn edin. Dəfn üçün xərclənməsi lazım gələn vəsaiti Azərbaycanlılar arasında savad yayan cəmiyyətə verin. Bu, mənim başı bəlalar çəkmiş xalqım üçün daha faydalı. İllər ötsə də onun xalqı üçün elədikləri unudulmadı. Həsən bəy Zərdabi ideyaları yaşadı, arzuları reallaşdı. Zəngin mənəvi irsi, maarifpərvər, demokratik görüşləri bugünkü və gələcək nəsillərin Azərbaycançılıq məfkurəsində əsl vətənpərvərlik məktəbi oldu.